Aşıq Saraclının öz yazdığı bir havadır. Havanın adı Bağdad Dubeyti. Onun bir neçə səs yazması qalır. İki səs yazmasını eşitmişəm, fərqli şeirlərlə oxuyur. Amma hər ikisində belə bir giriş eləyir. Təxminən belə bir giriş eləyir. Biraz fərqlidir onlar. Ona oxşar bir giriş mən yazmışam. Yəni demək olar ki, eyni bir şey yazmışam. Onun çaldığını biraz fərqlə. Hava buradan başlayır. Səfərdəyəm, səfərimi vurmamışam başa hələ, başa hələ armalım. Arzularım, əməllərim toxunmayıb daşa hələ, daşa hələ, daşa hələ. Ay qız getmə, şirin dillim, sənə qurban incə bellim, incə bellim ağrıyandım. Səfərdəyəm, səfərimi vurmamışam başa hələ, arzularım, əməllərim toxunmayıb daşa hələ. Dolanıb kəndi şəhəri, dağlarda açdım səhəri. Fikrim gəzir üfüqləri, dönüb qızıl quşa hələ, quşa hələ. Ay qız getmə, səhər oldu, yandı bağrım, betər oldu, betər oldu, betər oldu. İlləri yola salmışam, şeir deyib saz çalmışam, saz çalmışam. Ömür deyir qocalmışam, könül deyir yaşa hələ, yaşa hələ, yaşa hələ. Ay qız tez gəl, sabah oldu,